Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu videoda sizə 18 iyul 2026-cı il tarixi üçün Azərbaycan ərazisində gözlənilən hava şəraiti barədə ətraflı məlumat təqdim edəcəyik. Qeyd edək ki, hava şəraiti ilə bağlı məlumatlar yenilənə bildiyi üçün son rəsmi proqnozları da izləməyiniz tövsiyə olunur. Məlumatlar Milli Hidrometeorologiya Xidmətinin açıqlamaları və mövcud xəbərdarlıqlar əsasında hazırlanıb. İlkin proqnozlara əsasən 18 iyul tarixində ölkə ərazisinin əksər rayonlarında yay mövsümünə xas isti hava şəraitinin davam edəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gün ərzində dəyişkən buludlu hava müşahidə olunsa da uzun müddətli yağıntı ehtimalı aşağı qiymətləndirilir. Mülayim şimal-qərb və ya şimal küləyinin əsəcəyi gözlənilir. Paytaxtda havanın temperaturunun gecə saatlarında 22-25 dərəcə isti, gündüz isə 32-36 dərəcə isti arasında dəyişəcəyi ehtimal olunur. Günün ən isti saatlarında açıq havada uzun müddət qalmaq tövsiyə edilir. Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslər ehtiyatlı olmalıdırlar. Azərbaycanın Aran rayonlarında hava əsasən günəşli keçəcək. Temperaturun gündüz saatlarında 35-39 dərəcəyədək yüksəlməsi mümkündür. Bəzi ərazilərdə isti hava fonunda zəif külək müşahidə oluna bilər ki, bu da havanın daha isti hiss olunmasına səbəb olacaq. Qərb rayonlarında, eləcə də dahatəyi ərazilərdə günün ikinci yarısında buludluluğun artacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı və bəzi ərazilərdə dolu düşəcəyi istisna edilmir. Dağ çaylarından keçən vətəndaşların, turistlərin və istirahətə gedən şəxslərin diqqətli olmaları tövsiyə olunur. Böyük Qafqazın dağlıq və dahatəyi rayonlarında arabir leysan xarakterli yağışların yağması ehtimalı qalmaqdadır. Güclü yağıntı zamanı kiçik çaylarda sululuğun artması və qısa müddətli sel hadisələrinin baş verməsi mümkündür. Bu səbəbdən həmin bölgələrdə yaşayan və ya səfər etməyi planlaşdıran vətəndaşların rəsmi xəbərdarlıqları diqqətlə izləmələri tövsiyə olunur. Gəncə, Qazax, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı, Quba, Qusar və Xaçmaz istiqamətlərində hava şəraitinin gün ərzində dəyişkən keçəcəyi, bəzi ərazilərdə qısa müddətli yağışların müşahidə oluna biləcəyi gözlənilir. Lənkəran, Astara bölgəsində isə rütubətli hava şəraiti üstünlük təşkil edəcək. Lənkəran-Astara bölgəsində isə rütubətli hava şəraiti üstünlük təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava gözlənilir. Lakin dağlıq ərazilərdə axşam saatlarına yaxın qısa müddətli yağış ehtimalı tam istisna olunur. Temperatur gündüz saatlarında yüksək olacaq. Xəzər dənizində mülayim dalğalanma gözlənilir. Şimal küləyinin arabir güclənməsi mümkün olduğundan kiçik həcmli qayıqlarla dənizə çıxan şəxslərin ehtiyatlı olmaları tövsiyə edilir. Bir daha xatırladaq ki, hava proqnozları atmosfer proseslərindən asılı olaraq dəyişə bilər. Səfər planlaşdırarkən və ya açıq havada fəaliyyət göstərərkən ən son rəsmi hava məlumatlarını izləməyiniz faydalıdır. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Ən son hava proqnozları, xəbərdarlıqlar və gündəlik məlumatlar üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə paylaşmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək